Bərdə rayonunda 1-ci Qarabağ müharibəsində itkin düşən şəhidlərin dəfn mərasimi keçirilib. 1-ci Qarabağ müharibəsinin Kəlbəcər rayonunda baş verən döyüşlərində itkin düşmüş Bərdə rayonundan olan qəhrəman övladlarımızın nəşləri tapılaraq dəfn olunub. 1972-ci il təvəllüdlü Hacıyev Qılman Surxayoğlunun qalıqları Kələntərli kənd qəbirstanlığında, 1971-ci il təvəllüdlü Vəliyev Hidayət İsaoğlunun qalıqları Zümrxan kəndində, 1972-ci il təvəllüdlü Dadaşov Dadaş Şərifoğlunun isə Mollaysalar kəndində dəfn edilib. Dəyərli xəbər verir ki, dəfn mərasimlərində Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Bərdə rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi və kollektivi, YA Bərdə rayon təşkilatının nümayəndələri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, şəhid ailələri və müharibə iştirakçıları iştirak edib. Bunlar vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçərək ən ali zirvə olan şəhidlik məqamına ucalmış qəhrəmanlarımızdır. Onların əziz xatirəsi hər zaman qəlblərimizdə yaşayacaq. Ailələrinə və yaxınlarına səbr və dözüm arzulayırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.